gözləyir. Allah sənə səbr versin. Doğrudan da maşallah olsun. Düzdür, mən bəylər olan stollara yaxınlaşmağı sevmirəm. Amma o qazi qardaşımızı da bilmirəm. Ona görə də mən ona gedə bilərəm. Yəni buna haqqım çatır, həqiqətən borcumdur. Onun bir sifarişi var. Mən toya təklif buyurandan məndən xahiş edir. Sadəcə zamanı gözləyirdim, can. Başınıza doğrularım. Allah sizin kimi oğlanlarımızı qorusun. Neçə qardaşlar bizi yox, bizim balalarımızı qoruyur. Bizim övladlarımız evdə bax sizin kimi oğullara görə, şəhid olan balalara görə rahatdılar, yapırlar. Hətta bugün bizim uşaqlarımız deyirlər, biz Qarabağlıyıq və gələcəkdə də Qarabağ bizim yox, bizim idi deyəcəklər. Alıb yenə də özümüzlüklər özümüzə qaytardılar. Mən ona görə ayağına gəldim. Mən heç vaxt stola yaxınlaşmaram. Mənə milyon verənlər. Amma sizin kimi oğulların qarşısında gəlmək mən borcumdur. O bir mahnı istədi. Azərbaycan oğluyam, düzmü? Dərs eləyəcək mi bir yerdən? Oradan. Getdi yolda. Ya Allah, şükür bugünə yenə də. Azərbaycan oğluyam səslənəcək. Uşaqlarımı iyi verin. Azərbaycan oğluyam, Azərbaycan oğluyam, Azərbaycan